24-cü bölüm İsa və əkizi. İsa aleyhissalam bir dəfə belə buyurdu: Mən sirlərimin layiq olanları açıram. Amma bir sual cavabsız qalır. Onun həqiqi mesajını öyrənməyə layiq olanlar kim idi? Ola bilərmi ki, İsa aleyhissalamın həqiqi təlimləri günümüzə qədər qorunub saxlanılsın? Bəlkə də tədqiq edilməli olan ən önəmli sual budur ki, bugün bildiyimiz xristiyanlıq İsa aleyhissalamın həqiqi mesajının dəqiq təsviridir ya yox? Və əgər deyilsə, onda İsa aleyhissalamın dinini kim qəsb edib? İsa aleyhissalam uzun müddət ortada olmayacağını biləndə bir vəsiy seçdi. İsa aleyhissalam söylədiyi hər şeyə uyğun olaraq kilsəni inşa etməsi üçün Simon Petrı təyin etdi. O belə buyurdu: Mən sənə deyirəm ki, sən Petersan və mən kilsəmi bu qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi səltənətin açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə də açılmış olacaq. Matta 16-cı bölüm 18-19-cu ayələr. Amma nəticə etibarilə Simon Peter deyil, başqa birisi erkən xristiyanlığın dominant səsi olmağa başladı. Yeni əhdin təkcə 50%-ə yaxınının sadəcə bir nəfər tərəfindən yazıldığından xəbəriniz varmı? O şəxs ki, nə İsa aleyhissalamı cismani olaraq tanıyıb, nə də tanıyanlardan hər hansı birinin tələbəsi olub. O şəxs ki, vaxtilə xristiyanlara edilən əziyyətdən zövq alırdı. O, Tarsuslu Saul'dur. Çarmıxa çəkilmə hadisəsindən sadəcə bir neçə il keçdikdən sonra Stefan adlı xristiyanlığın erkən elçilərindən biri Yerusəlimdə sistematik formada qətlə yetirildi. Qara cəmaət onu sürükləyib şəhərdən ataraq daşlamağa başladı. Onlar paltarlarını Luka İncilinə görə öz ölümünə tamamilə razı olmuş Tarsuslu Savul adlı bir gəncin önünə sərdilər. Əslində bu Savlın xristiyanları işgəncəyə sövq etdiyi ilk məsələ deyildi. Savul, qədim ənənələrə söykənmiş fanatik Yahudi məzhəbindən olan Fərisi adlı bir ailədə doğulub. O, təhsilini Yerusəlimdə dövrün ən məşhur rabbisi Qamaliyeldən alıb. Müqəddəs İncildə İsa aleyhissalam fərisiləri gürzələr və iblisin övladları olaraq zikr edir. Fərisilər İsa aleyhissalamın dəvətinə qarşı savaşdılar və Savul da öz etirafına görə çoxlu sayda xristiyanın qətlinə və həbsinə köməklik göstərdi. İllər sonra İsa aleyhissalam son dəfə Yerusəlimdə göründü. Həvarilərin İşləri kitabına görə həmin vaxt Savul hələ də Rəbbin həvarilərinə qarşı öldürücü təhdidlərə davam edirdi. Nəhayət, Savul və onun yoldaşları Dəməşq yolunda gözləri kör edən bir işıqla zərbə alanda, o, İsa aleyhissalamın "Saul, Saul, niyə mənə zülm edirsən?" deyə səsləndiyini, eşitdiyini iddia etdi. Öz hekayəsinə görə Savul 3 gün kör oldu. Nə yedi, nə də içdi. Görməsi bərpa olduqdan sonra adını dəyişdirib Pavel qoydu və özünü İsa Məsihin inancını yenicə dəyişdirmiş həvarisi elan etdi.
Sonra o, insanlara xristianlığı qəbul etdirmək üçün səfərə çıxdı. Pavelin işləri elə təsirli oldu ki, bəziləri hətta onun xristianlığın qurucusu olub olmadığı barədə şübhəyə düşdü. Amma bir problem var. Pavelin təlimi ilə İsa əleyhissalamın dəvəti arasında tez-tez ziddiyyətlərlə qarşılaşırıq. Bu da vacib bir sual doğurur. Pavel tutduğu yolda xətasını görən və həyatını başdan ayağa dəyişdirən biri idi, yoxsa əsl gündəmini, xristian inancını içindən məhv etmək üçün fərqli bir strategiyadan yararlanaraq mı tətbiq etdi? İsa əleyhissalam həvariləri tərk etdikdən sonra qalan 11 həvari İsa'dan üz çevirmiş həvarinin yerini doldurmaq üçün yola çıxdılar. 12 sayının müqəddəs bir mənası olduğu düşünülürdü və onlar halqanı tamamlamalı idilər. Onlar ilahi hidayət üçün dua edə-edə çoxlu püşk atdılar və nəhayət bildirdilər ki, Allah 12-ci həvari olaraq Matiyası seçdi. Elə isə sonra Pavel gələndə və özünü 13-cü həvari kimi bu tarazlığa daxil edəndə onların çaşqınlıqlarını təsəvvür edin. Pavel həqiqi həvarilərdən tamamilə müstəqil şəkildə fəaliyyət göstərirdi və tez-tez həqiqi həvarilər olan Yaqub, Peter və Yuhanna ilə konfliktə girirdi. İsa əleyhissalam ardıcılarına belə dedi: Əmrləri qoruyub saxlayın. Sanmayın ki, qanunu və peyğəmbərləri ləğv etməyə gəlmişəm. Mən ləğv etməyə yox, tamamlamağa gəlmişəm. Odur ki, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, göylərin səltənətində ən kiçik sayılacaq. Matta 5-ci bölüm 17-19-cu ayələr. Bəs Pavel niyə ortaya çıxıb əksini öyrətdi? O, bu kimi şeylər söyləyərək qanunu ləğv etmək üçün əlindən gələni etdi. Günah sizə hökmranlıq etməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Romalılar 6-cı bölüm 14-cü ayə. Və qanunu onun əmrləri və qaydalarını uzaqlaşdırmaqla, məqsədi güya əslində bu ikisi xaricində yeni bir insanlıq yaratmaq, beləliklə də sülhü təmin etmək idi. Qısacası, Pavel dedi ki, İsa öləndə qanun da öldü. Amma İsa əleyhissalam həvariləri tərk etməzdən öncə onlara belə dedi: Sizə əmr etdiyim hər şeyi onlara öyrədin. Matta 28-ci bölüm 20-ci ayə. Bu tamamilə məntiqə ziddir, lakin bu sadəcə başlanğıcdır. İsa əleyhissalamın dediklərini nəzərdən keçirib Pavelin məktubları ilə tutuşturanda heyrətamiz ziddiyyətlə qarşılaşırıq. İsa əleyhissalam öyrətdi ki, dünya xalqları şeytanın hakimiyyəti altındadır. Luka İncilində şeytan İsa əleyhissalama dünya səltənəti üzərində hökmranlıq səlahiyyətini təklif edir və Yuhanna İncilində İsa əleyhissalam belə buyurur: Mənim səltənətim bu dünyadan deyil. Yuhanna İncili 18-ci bölüm 36-cı ayə. İsa əleyhissalam dünyanın zalım hakimlərinə qarşı üsyanı öyrətdi. Pavel isə zalımdan qorxmağı təbliğ etdi. O, Romalılara məktubda belə yazır: Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən bərqərar olunmayan hakimiyyət yoxdur. Mövcud olan hakimiyyətlər Allah tərəfindən bərqərar olunub. Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır. Romalılar 13-cü bölüm 1-ci, 2-ci ayələr. Pavelin zalımlara qarşı açıq rəğbətindən sonra bəlkə də Əhl-i-Beyt əleyhissalamın niyə onu bütün zamanların ən pis zalımlarından bəziləri ilə eyni kateqoriyada zikr etdiyini anlayırıq.
7-ci imam Həzrəti İmam Musa Kazim əleyhissalam cəhənnəm haqqında olan uzun bir hədisdə belə buyurub. Və o ilanın qarnında əvvəlki ümmətlərdən 5-inin, bu ümmətdən də 2-sinin yaşadığı sandıqlar var. 5 nəfərə gəldikdə onlar Habili öldürən Qabil, İbrahimlə Rəbbi barəsində mübahisə edən və mən həyat bəxş edirəm və öldürürəm deyən Nəmrud. Mən sizin uca Rəbbinizəm deyən Firon. Yahudilərə yeni yahudilik gətirən Yahud və xristiyanları yenidən xristiyanlaşdıran Haveldir. Pavelin yeni xristiyanlığının bir qismi İsa əleyhissalamın təlimlərinə tamamilə zidd olan qadınların iştirakına radikal bir qadağa idi. 1-ci əsrdə Yəhudi mədəniyyəti qəti şəkildə patriarxal olduğu halda İsa əleyhissalam qadınlara qarşı bayağı davranmağa qarşı çıxdı. İncil yazarlarının hər biri şahidlik edirdi ki, İsa əleyhissalam qadınlarla hörmətlə rəftar edirdi. O, ictimai yerlərdə qadınlarla danışır, onlara şəfa verir və onun müridi olub ondan öyrənməyə icazə verirdi. Və biz Luka İncilindən bilirik ki, o, bir qrup qadın həvariləri ilə kənd-bə-kənd səfər edirdi. Məcidəli adlanan Məryəm, Yuhanna, Suzanna və malları ilə onlara xidmət edən bir çox başqa qadınlar. Luka 8-ci bölüm 2-3-cü ayələr. Mark İncilində də bildirilir ki, çarmıxa çəkilmə hadisəsində orada olan qadınlar İsa Cəlilədə olanda onun ardıcılı olmuş və ona vəkillik etmişdilər. O dövrdə Yəhudi qadınların müqəddəs kitabları öyrənməməli olduqlarını, hətta öz ailələrini tərk etməməli olduqlarını nəzərə alsaq, İsa'nın dəvəti bundan tamam fərqli idi. Bundan əlavə, Məcdəli Məryəm İsa'ya onun kişi həvarilərindən daha yaxın olaraq təsvir edilir. Filip İncili Məcdəli Məryəmə İsa əleyhissalamın digər bütün həvarilərindən daha çox sevdiyi səhabəsi olaraq xitab edir. Məsihin digər həvarilərindən daha çox sevdiyi və tez-tez dodağından öpdüyü. Gnostik İncillər isə hər dəfə Məcdəli Məryəmi tək başına bir rəhbər olaraq təsvir edir. Bəs Pavel qadın rəhbərliyi haqqında nə deyir? Pavel Korinfillərə məktubunda belə yazır. Qadınlar gərək cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir. Onlar qanunun da buyurduğu kimi gərək tabe olsunlar. Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır. Korinflilər 14-cü bölüm 34-35-ci ayələr. O, həmçinin belə yazır. Qadının öyrətməyinə, kişinin üzərində ağalıq etməyinə icazə vermirəm. Qadın sakit olsun. Timoteya 2-ci bölüm 12-ci ayə. Bəs İsa əleyhissalam çarmıxa çəkilmə hadisəsindən sonra ilk kimə göründü? Onun ilk göründüyü şəxs Məcdəlli Məryəm deyildimi? Həmçinin İsa əleyhissalam ona tapşırıq vermədimi ki, gedib həvarilərə onu gördüyünü desin? Yuhanna İncilinə əsasən İsa əleyhissalam ona belə dedi. Mənə toxunma, çünki mən hələ atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə. Məzdəli Məryəm həvarilərin yanına gəldi. Onlara Rəbbi görmüşəm deyib, onun özünə bunları söylədiyini bildirdi. Yuhanna 20-ci bölüm
17-18-ci ayələr. Bu səbəbdən Məryəmə elçilərə elçi deyirlər. Amma Pavel onu bu şərəfdən məhrum etməyə və onun əhəmiyyətli rolunu tarixdən silməyə çalışdı. O, Korinflilərə məktubunda açıqca bildirdi ki, İsa əleyhissalam ilk Petra, sonra 12 həvariyə göründü. O, Məcdəlli Məryəmdən heç yerdə bəhs etmir. Məcdəlli Məryəmi tərifləyən İncillərin təksib edilməsi və açıq şəkildə əsas İncildən çıxarılması bəlkə də indi daha çox məna kəsb edir. Bəlkə də onun çox yaxın münasibəti Pavelin böyük gündəminə qarşı çıxdı. Əgər bugün İsa əleyhissalam haqqında bildiyiniz bir şey varsa, o da onun özündən əvvəlki və sonraki bütün rəsulların əksinə güya evlənməməsidir. Bəs müqəddəs yazılar tam olaraq nə deyir? Qəti şəkildə heç nə. İncillər heç vaxt İsa əleyhissalamın evlənib evlənmədiyini bəyan etmir. Evlənməməyin bu və ya digər şəkildə evlənməkdən üstün olduğu ideyası tamamilə Paveldən çıxır. O belə yazırdı. Bütün insanların mənim kimi olmasını istərdim. Yəni subay. Evlənmək arzusunun qarşısını almağa kömək etmək üçün Pavel belə deyir. Kişi qadına toxunmasa yaxşıdır. Pavel bu fikirləri hardan alırdı? İsa'dan almırdı. Çünki Pavel özü bunu etiraf edir. Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm. Korinflilər 7-ci bölüm 25-ci ayə. İsa əleyhissalam subay mı olur? Pavel subaylıq barədə mübahisə edəndə heç şübhəsiz onu nümunə göstərərdi. Amma göstərmir və İsa'nın subay olduğunu önə sürərək xristiyanların da subay qalmalı olduqları barədə heç vaxt mübahisə etmir. Onda nəyə görə Pavel bu subay İsa təsvirini çəkdi? Onun gündəmi nə idi? Pavel şifahi rəvayətlər olan Talmudun lehinə, köhnə əhd kitabları olan Tövratı rədd edən Yəhudi məzhəbindən olan bir fərisi idi. Gnostik Thomas İncilində İsa əleyhissalam belə buyurur. Fərisilər və alimlər elmin açarlarını götürüb gizlətdilər. Nə özləri ora girdilər, nə də girmək istəyənlərə imkan verdilər. Thomas İncili 39-cu ayə. Təsbit etdiyimiz kimi İsa əleyhissalam qanunu, Allahın göndərdiyi və Musanın təsis etdiyi əmrləri olduğu kimi saxlamağı öyrətdi. İsa əleyhissalam Yahudilərin Tövratını öyrədib tətbiq etdi və həvarilərinə əbədi həyata sahib olmaq üçün çox az insanın tapacağı dar bir yol və ya dar bir qapı barədə öyrətdi. Bunun əksinə, Pavel Yəhudi olmayan həvarilərinə İsa əleyhissalamın Tövratı ləğv etdiyini və qurtuluşa aparan yolun enli, qapının da geniş olduğunu və çoxunun o qapıdan daxil olub xilas olacağını öyrətdi. O, belə deyirdi. Əgər sən İsa'nın Rəbb olduğunu dilinlə iqrar edib, Allahın onu ölülər arasında diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Romalılar 10-cu bölüm 9-cu ayə. Beləliklə, iki fərqli cəbhəmiz var. İsa əleyhissalam və İsa əleyhissalamın dəvətini qəsb edən, insanları azdırdığı halda onun adına danışdığını iddia edən bir nəfər. Pavel Məsihin ziddidir. Hətta ona Dəccal da demək olar. İmam Cəfər Sadiq əleyhissalam belə buyurub. Allah elə bir peyğəmbər göndərmədi ki, ümmətinin içində iki şeytan olmasın. Onlar ona zərər yetirər
və ondan sonra ümmətini azdırar. İsa'nın iki şeytan əshabına gəldikdə onlar Pavel və Meriton idi. Təfsir-ül Qummi, cild 1, səhifə 214. Və Muhammed Peyğəmbər salavatullah belə buyurub: Qiyamət günü kibirlilər insan surətində olan zərrələr kimi bir yerə toplanacaq. Zəlalət hər yerdən onları əhatə edəcək. Onlar cəhənnəmdə Pavel adlanan bir zindana atılacaqlar. Tirmizi, cild 4, səhifə 67. Pavelə görə İncilin həqiqi olması üçün İsa əleyhissalam digər insanlardan fərqli olaraq Allah kimi görünməli idi. Amma İsa əleyhissalam heç vaxt evliliyə qarşı çıxmadı. Özünün də subay olduğunu bildirmədi. Faktiki olaraq o, qanunu və yaradılış kitabı da daxil olmaqla Yəhudi əlyazmalarını tətbiq etdi. Evlilik pis şey idisə, Allah niyə ən əvvəldə buyurur ki, insanın tək olması yaxşı deyil? Allah niyə bildirir ki, kişinin tək olması yaxşı iş deyil? Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Yaradılış 2. bölüm 24-cü ayə. Evlilik həmişə Allahın buyurduğu bir sünnə olub. Qur'an-ı Kərimdə belə buyurulur: Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən zövcələr xəlq edib, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır. Quran 30-cu surə 21-ci ayə. Muhammed əleyhissalam belə buyurub: Evlilik mənim sünnəmdir. Hər kim mənim sünnəmdən üst çevirsə, məndən deyil. Və Allah Quran-ı Kərimdə buyurur: Allahın sünnəsində heç bir dəyişiklik tapmayacaqsan. Quran 48-ci surə 23-cü ayə. Əslində İsa əleyhissalamın evliliklə bağlı həqiqi kəlamları ola bilsin ki, qeydə alınıb, amma sonradan İncildən çıxarılıb. Gnostik Filip İncili İsa əleyhissalamın belə dediyini qeyd edir: Evliliyin sirri böyükdür. Onsuz dünya var olmazdı. Dünyanın var olması evlilikdən asılıdır. Saf cinsi əlaqəni, seksi düşün. O dərin güclərə sahibdir. Hərçənd ki, onun imicinə xələl gətirilir. Bu, heç şübhəsiz göstərir ki, İsa əleyhissalam əslində evlənib. Onun arvadı elə həmin İncilin onun səhabəsi adlandırdığı, tez-tez dodağından öpdüyü qadın ola bilərdimi? Məcdəlli Məryəmin İsa əleyhissalam ilə münasibətinin əsl mahiyyəti nədir? Bu suala cavab vermək üçün əvvəlcə ən əsas suala cavab verməliyik. İsa əleyhissalamın yoxa çıxdığı illər ərzində əslində nələr baş verdi? Biz İsa əleyhissalamın hardan yola çıxdığını və sonra hara gedib çıxdığını bilirik. Bəs ora necə gedib çıxdı? Ortada nə baş verdi? Bəlkə də bunun açarı müəmmalı şəkildə Thomas İncilinin ilk sətrində gizlidir. Orada belə deyilir: Bunlar gizli kəlamlardır ki, yaşayan İsa söylədi və Didimus Yahuda Thomas qeydə aldı. Maraqlısı budur ki, İsa'ya yaşayan İsa deyə xitab olunur. Bir kəsin ölü olduğuna inanıldığı halda nəyə görə o yaşayan olaraq qələmə alınsın? Yəhudiyyə cəmaatı İsa əleyhissalamın öldüyünü düşünən zaman o, özünə önəmli bir ipucu ilə şifrələnmiş Kral Əkbərin əsrarəngiz hekayəsi ilə bağlı yeni bir ad qoydu: Didimus Yahuda Thomas. Beşinci əsrə aid Süryani dilində olan
Aday təlimi adlı əlyazmada iddia olunur ki, Yahuda Aday Taddeus Labiusu xəstə kralı sağaltmaq üçün Odessaya göndərən şəxs ilk həvari Yahuda Thomas idi. Amma müxtəlif tarixi sənədlər fərqli iddialar irəli sürür. Erkən bir əlyazma olan Klementin təsdiqləmələri əsərinə görə Parfiya Odessasına gələn Taddeus deyil, elə Thomasın özü idi. Ola bilərdimi ki, Yahuda Thomas və Yahuda Taddeus Labius iki ayrı şəxs yox, elə bir nəfər olsun. Bəzi müasir tarixçilər inanır ki, cavab bəlidir. Əslində, Yahuda, Thomas, Didimus, Taddeus, Aday və Labius ləqəblərinin hamısı bir nəfərə aid idi. Bu olduqca mürəkkəb bir ad kimi səslənsə də, əslində burada fərqli dillərdə bir neçə dublikatlar var. Thomasda, Didimusda əkiz deməkdir. Taddeus və Labius hər ikisi böyük qəlb mənasına gəlir. Beləliklə, ad Yahuda Thomas Aday şəklində sadələşdirilə bilər. 4-cü əsrdə Odessaya səyahət etmiş Madam Egeria öz açıqlamalarında Taddeus və ya Aday haqqında heç nə demədi. O, sadəcə sirli həvarinin Thomasın özü olduğunu hesab edirdi. Eyni şəkildə Odessada 5-ci əsrdən qalma ən qədim məzarlıqlardan biri olan Kirk Magaradan tapılmış Adayın hekayəsinin bir nüsxəsində də Taddeus'un Thomas olduğu qeyd edilir. Thomas 1-ci əsr qədər qədim dövrə gedib çıxan Süryani ədəbiyyatında da zikr olunur. Odessa Thomas'ın şəhəri olaraq tanındı. Onun bu Mesopotamiya şəhərində xristianlığın banisi olduğuna inanıldı. Kral Əkbər əfsanəsinə görə kral ona şəfa verən həvarinin üzünə baxanda bir kəşf yaşadı. O tam olaraq nə gördü? Bir əlyazmaya görə həvarinin üzü işıq kimi parıldadı. Əkbər həvarini tanıdı. O, elə İsa Aleyhisselamın özü idi. Əkbər onun önündə səcdəyə qapandı və bütün səltənəti də onunla birlikdə səcdəyə qapandı. Bir anda bütün daşlar yerinə oturmağa başlayır. Əsrarəngiz şəfa verən bu şəxs elə İsa Aleyhisselamın özü idi ki, başqa bir adla, daha doğrusu 3 adla tarixə düşüb. Yahuda, Thomas, Aday. Lakin əfsanəyə görə bu müəmmalı şəxs tamamilə öz başına iş görmürdü. Rəvayətə görə onun özü kimi müəmmalı Əziz Mari adlı bir həvarisi və şagirdi var idi. Baxmayaraq ki, Əziz Mari Suriya və İrana göndərilmiş ən böyük həvarilərdən biri idi. Onun erkən illəri haqqında demək olar ki, heç bir məlumat yoxdur. O tarixin bu anında birdən-birə Mesopotamiya regionunda ortaya çıxır. Onun haqqında bildiyimiz şey apoqrif mətn olan Marinin işləri əlyazmasında qeyd edilən səyahətlərinin mənşəyidir. Bu əlyazma Marinin Neynəva, Nusaybin və Fərat sahili boyunca təlim keçdiyi səyahət xəritəsini çizir. Əlyazmaya görə Mari Eliniz şəhər olan Sileviyada ilk xristian kilsəsini inşa etdi. Dəclə çayının şərq sahilində yerləşən qədim bir şəhər olan Sileviya, deyilənə görə həm də İsa'nın həvarisi Mani Peyğəmbərin doğum yeridir. Təsadüf deyə bir şey yoxdur və açıq şəkildə bu 3 şəxsi birləşdirən bircə dənə bağ var. Və ilk dəfə İmam Əhməd Əl-Həsən əleyhissalam onların həqiqi hekayəsini açıqladı. Thomas İncilində İsa Aleyhisselam mühüm bir ipucu bıraxıb.
Simon Petrus onlara dedi: Məryəm aramızdan çıxsın, çünki qadınlar həyata layiq deyil. İsa dedi: Bax, mən onu kişi etmək üçün hidayət edəcəyəm. Siz kişilərə bənzər bir ruh olsun deyə. Çünki kişiləşən hər qadın göylərin mələkutuna girəcək. Thomas İncili 114-cü ayə. Bəlkə də bu İsa əleyhissalamın o zamana qədər Məcdəlli Məryəm haqqında dediyi ən müəmmalı şey idi. Bu nə mənaya gələ bilərdi? Bu sözlər simvolik görünsə də həqiqətdə daha çox hərfi mənadadır. İsa əleyhissalam eyni ilə dediyi kimi etdi və Məcdəlli Məryəm də İsa əleyhissalam kimi yeni bir kimliyə büründü. Məryəm Yahuda Thomas adayın səhabəsi Mari oldu. İctimaiyyətdə o, İsa əleyhissalamın həvarisi, şəxsi həyatında isə həyat yoldaşı idi. Bəli, İsa əleyhissalam həqiqətdə Məcdəlli Məryəmlə evlənib ailə sahibi oldu. Thomas İncilində İsa əleyhissalam belə buyurur: Atanı və ananı tanıyan kəsə fahişənin oğlu deyiləcək. Thomas İncili 105-ci ayə. Bu, tarixin İsa əleyhissalamın zövcəsini yanlış xarakterizə etməsinin açıq şəkildə öncədən verilən xəbəri və onların valideyn olduqlarının göstəricisi idi. İsa və Məryəmin həqiqətən də bir oğulları oldu və adını Mani qoydular. Adın terminoloji mənası Babil dilindən tərcümədə nurun hökmdarı deməkdir. Tikanlı tacı da geyinən məhz Mani idi. İsa əleyhissalam Allaha dua etdi ki, onun yerinə çarmıxa çəkilərək ölən bənzərinin ruhunu yenidən dünyaya qaytarsın və duanın cavabı onun öz oğlu formasında gəldi. Qur'anda belə buyurulur: Həqiqətən Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə üstün etdi. Onlar biri digərindən olan bir nəsil idilər. Allah eşidəndir, biləndir. Qur'an 3-cü surə 33-34-cü ayələr. Yəni İmranın fiziki nəsli Muhammed Peyğəmbər salavatullaha qədər uzanıb getdi. Bəs İmranın ailəsindən olanlar kimlər idi? Musa əleyhissalamın Harun və Yuşa adlı iki vəsisi olduğu kimi, İsa əleyhissalamın da iki vəsisi var idi. Biri Şimon Peter, digər isə öz nəslindən olan oğlu Mani Peyğəmbər idi. Fiziki dünyada Mani, İsa'nın və Məcdəlli Məryəmin oğlu idi. Lakin Mani'nin öz anası ilə əlaqəsi ruhlar aləminə gedib çıxır. Muhammed Peyğəmbər salavatullahın məşhur bir sözü var: Həqiqətən də Fatimənin künyəsi Ümmi Əbihadır, yəni atasının anası. Biharül Ənvar, cild 43, səhifə 19. Hədisdə də buyurulduğu kimi, Fatimə ruhlar aləmində atasının anasıdır. Eyni şəkildə Məcdəlli Məryəm də öz oğlunun qızıdır. O, ruhlar aləmində Mani əleyhissalamın qızıdır. Mani Peyğəmbərin 12 yaşı olanda İsa əleyhissalam ona öz keçmişinin sirlərini açıqladı. Növbəti 12 ildə isə o, oğlunu vəsisi olaraq dəvətini davam etdirməsi üçün hazırladı. Və 24 yaşında Mani ona tapşırılanı təbliğ etmək üçün yola çıxdı. İsa əleyhissalamın bu sonraki həyat səhifəsi missiyasında müvəffəqiyyət əldə etməsi üçün ikinci fürsət idi. O, əleyhissalam bir dəfə belə buyurdu:
Sizə doğrusunu deyirəm. Heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. Həkimlər onları tanıyanları müalicə etməz. Onun sözləri necə də doğru idi. Başqa bir adla təbliğat apararaq İsa əleyhissalam krallığın hamısına xristianlığı qəbul etdirdi. Bu hadisə nəticəsində xristianlıq Mesopotamiyada dərin kök saldı. Lakin bəlkə də ən önəmlisi bu oldu ki, əlavə illər İsa'ya imkan verdi ki, həqiqi risalətini davam etdirsin. Ta əvvəldən İsa əleyhissalamın məqsədi müəyyən elmləri çatdırmaq idi ki, sonraki illərində nəhayət buna nail oldu. Və onun vəsisi Mani bütün dünyaya onun mesajının təbliğini davam etdirdi. Thomas İncilinin pasajlarının hər birində Mani peyğəmbərin öyrətdiyi ağır ipucları var. Məsələn, İsa əleyhissalam belə buyurur: Onlar sizə hardan gəlmisən deyə soruşsalar, deyin ki, nurdan gəlmişik. O yerdən ki, nur öz özünə var oldu, ayağa qalxdı və öz surətində zahir oldu. Thomas İncili 50-ci ayə. Və o əleyhissalam belə buyurur: Deyirəm, əgər bir bütün olsanız, nurla dolacaqsınız. Əgər bölünsəniz, zülmətlə dolacaqsınız. Thomas İncili 61-ci ayə. Bu bəyan bizim varlığımızın iki hissədən ibarət olduğunu açıq-aydın təsvir edir. Dünyanın zülməti və Allahın nuru. Mani əleyhissalam reinkarnasiyadan danışıb, lakin ondan əvvəl bu haqda İsa əleyhissalam danışıb. Thomas İncili onun belə buyurduğunu qeyd edir: Öz şəklinizi gördüyünüz zaman sevinirsiniz. Lakin nə ölən, nə də təzahür edən və sizdən öncə var olan görüntülərinizi gördüyünüz zaman necə tab gətirəcəksiniz? Thomas İncili 84-cü ayə. Və o əleyhissalam belə buyurur: Elçilər və peyğəmbərlər sizə gələcək və sizin olanı sizə verəcək. Siz də əlinizdə olanı onlara verin və öz-özünüzə deyin ki, onlar nə vaxt gələcək və özlərinə aid olanı alacaqlar. Bu cür bəyanlar Thomas İncilini əsas İncillərdən fərqləndirir və həqiqətən də bu İncil sinoptik İncillər kimi deyil. Thomas İncili İsa əleyhissalamın ilk vəzifələndirildiyi dövrdə 12 həvariyə öyrətdikləri ilə ondan sonra öyrətdiklərinin qarışığından ibarətdir. Bunu bilməyimiz önəmlidir ki, Thomas İncilində heç yerdə İsa'nın dirilməsindən bəhs edilmir. Çünki artıq bildiyimiz kimi İsa'nın başına belə bir şey gəlməyib. Thomas sadəcə bir yerdə çarmıxdan bəhs edir. Ata-anasını rədd etməyən mənim şagirdim ola bilməz. Qardaşını və bacısını rədd etməyən və mənim daşıdığım kimi çarmığını daşımayan mənə layiq olmayacaq. Thomas İncili 55-ci ayə. İsa əleyhissalam belə buyurdu: Allah bu saat məni öz dərgahına qaldıracaq və məni Yahudilərdən arındıracaq. Elə isə hansınız mənim bənzərim rolunu oynayacaq? Həmin kəs çarmığa çəkilərək qətlə yetiriləcək və mənim məqamıma şərik olacaq. Bu vaxt Maninin ruhu çarmıqda ölməyə və insanlığın günahlarını silib təmizləməyə könüllü oldu. Bu əməli ilə o, İsa əleyhissalamın məqamına, yəni Mehdi məqamına yetişdi. İsa əleyhissalamın ikinci fəaliyyəti ilk fəaliyyətinin təkrarı kimi idi. Hər faciəvi sonluqda olduğu kimi, Mani peyğəmbərin ölümü də çarmıxa çəkilməni əks etdirdi və o, yenə də insanların günahlarından dolayı öz həyatını fəda etdi. Yuhanna İncilində belə keçir: Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edənlərin heç biri həlak olmasın.
hamısı əbədi həyata malik olsun. Xristianlar bu ayəni öz imanlarının sütunlarından biri olaraq məth edirlər. Və bu ayə heç şübhəsiz çarmıxa çəkilmiş şəxs barədədir. Çünki İsa'nın bir oğlu var idi və o, yeganə oğlu Mani Peyğəmbəri verdi ki, ona iman edənlər həlak olmasın, hamısı əbədi həyata malik olsun. İsa'nın da, Mani'nin də əsrlər öncə öyrətdikləri hər şey tarixin bu günü, yəni Böyük Rəcəb dövrü üçün zəmin hazırlamaqdaydı. Çünki təxminən 2000 il idi ki, həqiqət sözün əsl mənasında torpağa bastırılmışdı. Lakin hər şey bir gündə, 1945-ci ildə Misirdə yerləşən Naq Hammadi kəndində bir yerli sakinin mağarada gizlədilmiş Gnostik İncilləri kəşf etdiyi gün dəyişdi. Bunlar rəsmi kilsənin məhv etməyə çalışdığı kitablardır. Bunlar içində İsa'nın gizli təlimlərini daşıyan kitablardır. Thomas İncilində İsa əleyhissalam bu tükürpərdici sözləri deyir. Bil ki, gözünün qabağında olan və səndən gizli qalan nə varsa üstü açılacaq. Çünki ortaya çıxmayacaq gizli bir şey yoxdur. Və torpağa bastırılan elə bir şey yoxdur ki, torpaqdan qaldırılmasın. İmam Əhməd Əl-Həsən əleyhissalam İsa'nın əsrlərdir gizlədilmiş, üstü örtülmüş və demək olar ki, unudulmuş həqiqi hekayəsini açıqladı. Və bu, özü-özlüyündə tək başına dəlildir. İmam Muhammed Baqir əleyhissalam belə buyurur. Qaim Tövratı və digər bütün ilahi kitabları Antakiyada bir mağaradan çıxaracaq. Və Tövrat əhlinə Tövratla, İncil əhlinə İncillə, Zəbur əhlinə Zəburla, Quran əhlinə isə Quranla hökm verəcək. Və yerin altının və üstünün mal dövləti onun üçün toplanacaq. Qeybət-i Nü'mani kitabı, səhifə 243. Təkcə qaim göz önündə gizlədilmiş şeyləri göstərir. O, başqa nəsillər açacaq.